Bu gün yay fəslində tez-tez hazırladığım, ağızda yağ kimi əriyən, tez başa gələn ləzzətli cemli piroqun hazırlama qaydasını paylaşacağım. Əvvəlcə qabın içərisinə 200 ml stəkanla 4 stəkan yarım un tökürəm. Üzərinə 1 ədəd vanilin, eləcə də 1 cimdik duz əlavə edirəm. Unun üzərinə 250 qram soyuducudan çıxardığım yağı rəndədən keçirirəm. Daha sonra isə umac hazırlayıram. Kənarda 1 ədəd yumurtanın üzərinə yarım stəkan şəkər tozu töküb qarışdırıram. Bir stəkandan bir barmaq aşağı qatığın üzərinə bir dolu olmayan çay qaşığı soda tökürəm. Sodanı da qatığın içərisində yaxşıca qarışdırıram və yumurta qarışımının üzərinə əlavə edirəm. Bütün ərzaqları yaxşıca qarışdırdıqdan sonra hazırladığım umacın içərisinə töküb xəmir yoğururam. Olduqca kövrək, yumşaq xəmir alınır. Xəmiri 2 bərabər hissəyə bölürəm. Bir hissəsini salfan torbanın içərisinə qoyub dondurucuda saxlayıram. Digər hissəni isə soba listinin içərisinə yerləşdirirəm və hər tərəfinə gələcək şəkildə yayıram. Daha sonra yaydığım xəmirin üzərinə cem çəkirəm. Hər hansı bir cemdən istifadə edə bilərsiniz. Dondurucuda saxladığım xəmir bərkidikdən sonra cemin üzərindən rəndədən keçirirəm. Daha sonra piroqu əvvəlcədən qızdırılmış 190 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Piroq bişib tam soyuduqdan sonra isə kəsib süfrəyə təqdim edirəm. Olduqca ləzzətli, ağızda yağ kimi əriyən dadlı piroq alınır. Əziz xanımlar, əgər siz də mənim piroqumu, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.